Digər xüsusi vurğulamalı olduğumuz oyun Göygöl Araz Saatlı oyunudur. Ümumiyyətlə, Araz Saatlı ilə bağlı kiçik bir nüansı qeyd edeyim, yeni bir xəbər verim ki, Araz Saatlı komandasının adı Saatlı Araz idi. Dünəndən etibarən komanda rəsmi şəkildə Peşkar Futbol Liqasına müraciət elədi və öz nizamnamələrini də dəyişdilər. Komandanın adı rəsmi olaraq Araz Saatlıdır artıq. 3-2 qələbə qazandılar. Mən bayaq Vidadi Cəfərovun Şəmkir üçün nə qədər önəmli olduğunu vurğulayırdım. O nə qədər önəmlidirsə, deyərdim ki, Araz Saatlıda Elariz Xəlili də Araz Saatlı üçün o qədər önəmlidir. 16 qolla turun cədvəlinin bombardirasiyasında ikinci yerdədir və Araz Saatlının vurduğu 30 qoldan 16-sını vurub. Yəni yarıdan çoxunu o vurub. Əlbəttə. Bu nə qədər əhəmiyyətli olduğunu göstərir. Sonuncu Göygölən oyunda da dubl elədi. Bəzən bir oyunçu bir komandanın liderliyini ələ alır və onu çiyinlərində daşımağı istər. Bax, həmin oyunçulardır o futbolçular. Bəli, burada təbii ki, komandanın ümumi heyəti də vacib nüansdır. Elə ola bilər ki, komandada 2 lider olar və onların ikisinin olmağı bir-birinə mane olar. Nəinki bir liderin olmağı və komandanın onun üçün oynamağı. Araz Saatlı cəmi 3 xal daldadır 4-cü yerdən. Belə çıxır ki, play-off üçün mübarizə aparacaq. Yeri gəlmişkən maraqlı faktlardan biri odur ki, Araz Saatlı ötən mövsüm 1-ci liqada da play-off zonasına düşdü və play-offda məğlub olaraq 2-ci liqaya düşüb. Bəli. Yəni bu il açığı play-off oynayıb 1-ci liqaya yüksəlsələr mən təəccüblənmərəm. Əsas odur ki, komandada müəyyən bir stabillik var və öz yollarına davam edirlər. Stabil şəkildə davam olunan yolun mütləq şəkildə uğur gətirəcəyinə inanıram mən. Əlbəttə, mütləq şəkildə əgər bir komanda və onun heyəti, kadr çatışmamazlığından danışmışdıq biz keçən verilişimizdə. Bax, əgər kadrlar problemi düzəlsə, hər bir komandada, təbii ki, bu 1-ci liqaya da aiddir, 2-ci liqaya da aiddir. Kadr çatışmazlığı düzəlsə, komandalarda idarə edicilik düzgün olsa, məncə eyni zamanda liqalarımızdakı keyfiyyət də yüksələcək və mübarizələr daha da yaxşı hal və vəziyyətə gələcək. Bəli, Araz Saatlı 1-ci liqada ötən mövsüm oynayırsa, deməli 1-ci liqanın lisenziya şərtlərinə cavab verirdi. Bugün o komanda 2-ci liqada olsa belə, bilirsiniz ki, ümumiyyətlə AFFA tərəfindən lisenziya almış komandalar açıqlananda təkcə Avrokuboklar və Premyer Liqa üçün lisenziya alanlar açıqlanmır. Eyni zamanda 1-ci liqa üçün lisenziya alanlar açıqlanır, 2-ci liqa üçün lisenziya ala bilənlər açıqlanır. Yəni Araz Saatlı komandası 1-ci liqada oynamış komandadır. Artıq bu komandanın müəyyən təcrübəsi var. Mən inanıram ki, bəlkə də play-offa yüksəlsələr bu il daha uğurlu ola bilər onlar üçün. Çünki onlarda bir təcrübə formalaşıb artıq.